Rıza Xəlili, Azərbaycan judoçusu 55 kiloqramda Gəncədə keçirilən yeniyetmələrin Avropa Kubokunun qalibi. Maşallah, görürsünüz, gözəl medal bir qazanıb. Rıza, necə keçdi görüş? Necə qələbə qazandın? Nə deyərsən? Çox çətin keçdi hamısı. Yəni həddən artıq hazırlaşmışdıq, yaxşı hazırlaşmışdıq. Yəni inşallah özümdən gözləyirdim ki, yəni qızıl medal qazanacağam. İnşallah davam gələcək. Belə deyim də, bu sənin karyeranda birinci qızıl medalındı da deyəsən. Xeyr, keçən ildə Makedoniyada keçirilən Skopje şəhərində EOF-da çempion olmuşdum, qızıl medalın qalibi idi. Bu qızıl medalları yığırsan, növbəti qızıl hansı olacaq? İnşallah Berlində keçirilən yarışda da davamı gələcək. Sən hansı regionu təmsil edirsən? Bakı. Bakını. Belə deyim də, bir Bakı judoçusu Gəncədə maşallah bu qədər azarkeşin qabağında qalib gəlir. Necə hisslərdi? Çox yaxşı hissdir, yəni yaxşı hazırlaşmışdıq. Özümü yaxşı motivasiya vermişdim. Qıraqdan mən motivasiyalar verən oldu. Hamısına təşəkkür edirəm. Özdən maraqlıdır ki, Rıza videodan qabaq mənə deyir ki, vallahi yaxşı danışa bilmirəm. Bu hələ danışa bilmir. Maşallah, gör necə qəşəng danışır. Necə deyirlər, idmançımıza yeni uğurlar. Gözləyə görə növbəti qələbəsi hardan olacaq və İnşallah imkan olsa orada da söhbət eləyərik. Bir daha təbriklər. Sağ olun. Çox sağ olun.